Hər vaxtınız xeyir. Mən məntiq müəllimi Elbrus Həşimov. Dövlət qulluğu üzrə qəbula düşmüş belə bir cədvəl sualının izahına baxaq. Diqqətlə baxsaq görərik ki, biz 5 ilə 4-dən almalıyıq buradakı 15-i. Necə ala bilərik? Biz 5-i 3-ə vuranda 15 edir. Təbii ki, biz yuxarıdakı rəqəmlərdən belə çıxır ki, 1 çıxmalıyıq. Yəni, yuxarıdakı rəqəmləri 1 azaldıb, sonra soldakı rəqəmlərə vurub və kəsişməni almalıyıq. Məsələn, 4 ilə 8-dən bu 24-ü alır. Yenə yuxarıdakı rəqəmi 1 azaldırıq, vururuq buradakı 8-ə və həqiqətən də alınır. Məsələn, 3 ilə 11-dən bu 30 almalıyıq. 11-i 1 azaldırıq, 10. 10-u da biz buradakı 3-ə vurduqda 30 ədədini alırıq. Sual işarəsinin yerinə 17 ilə 3-ün kəsişməsi. 1 azaldırıq, 16. 16-nı vururuq buradakı 3-ə, 48 cavabını almış oluruq. Yəni sualımızın doğru cavabı C variantı olmuş olur.